Yara xəstələrində kələmlə və ya türkə çarə ilə müalicə mümkündür. Absurd bir şey. Bir çox xəstələrimiz, yubadılmış xəstələrimiz, ayaqlarında yara olan xəstələrdən söhbət gedir. Onlarda olan problemlərin başlıca səbəbi türkə çarə ilə müalicələrə başlamaqdır. Xəstələr gəlir, baxırsan ki, ayağında ciddi bir problem var və soruşanda deyir ki, nə bilim, kələm vurduq yarıya, nəsə kompres elədik yarıya. Amma bilmirlər ki, əsas səbəb odur ki, damarları tutulur, şəkərləri yüksək olur. İlk növbədə belə xəstələrdə müraciət etmək lazımdır həkimə, damar cərrahına. Damarlar doppler olunub, damarların vəziyyətinə baxılmalıdır. Əgər bir problem vardırsa, ilk növbədə o problemi aradan qaldırmaq lazımdır. Sonradan yara baxımına başlamaq lazımdır. Yara baxımı uzun da çəkə bilər. O, siz buraxdığınız dövrdən, o kritik dövrdən asılıdır. Elə xəstələr var, qısa dövrdə normal həyatına qayıdar. Elə xəstələr var, aylar ərzində müalicə eləyərsən, heç bir effekt almaq olur.